Xarlayan bal təbii baldır. Çünki balın xarlanması, elmi dildə isə kristallaşması, balın tərkibindəki glukoza, fruktoza və su miqdarından asılı olan tam təbii bir prosesdir. Yəni balın saxlama yerinin temperaturu 18 dərəcədən aşağı olarsa, glukoza sudan ayrılır və balın görünüşünü dəyişdirən kristallar əmələ gəlir. Balda glukoza nə qədər çox olarsa, bal bir o qədər tez kristallaşar. Ən tez xarlayan bal isə çiçək balıdır. Səbəbi arının çiçəklərdən topladığı nektarın içində glukozanın çox olmasıdır. Bir sözlə, balın xarlanması onun keyfiyyətsizliyinə görə yox, tərkibinə görədir. Xarlayan balın tərkibi kimyəvi olaraq ölmür. Amerika və Avropanın bir çox ölkələrində xarlayan bal ən hörmətə layiq baldır. Çünki onlar bunun təbii olduğunu elmi cəhətdən anlayırlar. Bu işdən məlumatsız insanlar kimi xarlayan bal tərkibində pesok, yəni şəkəri çox olan baldır fikirlərindən çox uzaqdırlar və bunun tamamilə yanlış fikir olduğunu da bilirlər. Əgər balı xarlayan görmək istəmirsinizsə, əvvəlki halına qaytarmaq da mümkündür. İlıq suyun içərisinə qoyun və bir müddətdən sonra bal əvvəlki halına qayıdacaq. Ancaq balı isti odun üzərində və qaynar bir vasitə ilə əvvəlki halına qaytarmaq istəsəniz, onun tərkibini zədələyər və sağlamlıq üçün zərərli bir maddəyə çevirərsiniz. Odur ki, diqqətli olun.